Bizim hörmətli Sahib müəllim dedi ki, Britaniyanın çox fərqli bir siyasəti, ənənəvi klassik siyasi diplomatiyası var. Əslində Azərbaycan prezidenti də öz təhsilini, ilk təhsilini diplomatik təhsil aldığı üçün və Britaniya siyasətini mükəmməl bildiyi üçün qurduğu siyasət həm bu mənada çox vektorlu olmaqla bərabər çox stabildir və bir unikallığı var ki, Azərbaycan istənilən bir layihədə olarsa, həmən layihə mütləq uğur qazanır və yaxud da nəinki uğur qazanır, bir nöqtədən fərqli bir nöqtəyə keçir. Bu qoşulmama hərəkatı, bu bizim ötən il Azərbaycanda keçirilən COP və digər, yəni bununla bağlı sonsuz məsələlər demək olar. Və onun məhz iradəsi ilə bu məsələ də həllini tapdı, Qarabağ məsələsi. Və düşünürəm ki, məhz onun iradəsi idi ki, Azərbaycanda Suriya-İsrail danışıqları gedirdi. Dediyiniz məsələlərdə də Azərbaycan bu və ya digər şəkildə iştirakı çox şeyi dəyişə bilər. Elçin, mən bir şey də deyim, cənab prezident regionu da çox gözəl bilir, çox gözəl tanıyır. Həm də Avropanı çox gözəl bilir, həm də Amerikanı çox gözəl bilir. Həm də bilirsiniz ki, hələ o MİGMO deyiləndə beynəlxalq münasibətlər institutunda fikir verən hansı ixtisas üzrə Amerika və Avropa ölkələrinin yeni və müasir tarixi ixtisas üzrə təhsil alıb, o ixtisas üzrə dərs deyib və eyni zamanda 2 il müddətində də Böyük Britaniya, Londonda deməli təcrübə keçir. Çünki dissertasiya mövzusu məhz Britaniyanın daxili siyasəti ilə. 2 il müddətində də orada stajyer. Yəni ona görə o detalları o qədər dəqiqliklə bilir və bu diplomatiya dilini çox gözəl bilir. Əslində belədir.